Heç bir şikayətin olmasa belə cinsi yola keçən infeksiyan ola bilər. Bunu bilirdin? Cinsi yola keçən infeksiyalar vaginal, oral və anal cinsi əlaqə zamanı keçən infeksiyalardır. Bu infeksiyalar bəzi insanlarda uzun müddət simptom verməyə bilər. Simptomlar olduqda isə bunlar görülür: qeyri-adi axıntı, sidik ifrazı zamanı yanma, göynəmə, cinsi əlaqə zamanı qanama və əlaqədən sonra olan qanama, çanaq nahiyəsində, qarın aşağı nahiyəsində olan ağrılar. Bu əlamətlər yalnız cinsi yola keçən infeksiyalarda görülmür. Digər səbəblərdən də ola bilər. Dəqiq səbəbi yalnız müayinə və lazım olduqda xüsusi test vasitəsilə aşkar etmək mümkündür. Erkən diaqnoz həm öz sağlamlığını, həm də partnyorun sağlamlığını qorumağa kömək edir.